Rafizlər bu nə deyirlər? Onlar deyir, Əhl-i Beyti sevmirlər. Onlar Əhl-i Beyt düşmənlər. Niyə bala? Niyə? Nədir biz Əhl-i Beytə ilahlıq sifətlər vermirik ona görə? Əhl-i Beyti qəbul eləməyən Allah belin qırsın. Kimdir Əhl-i Beyt düşmən? Görə də dərslərimizin altına kommentlər yazırlar. Əli haqdır. Ya biz deyirik Əli nahaqdır. Əhl-i Beyt haqdır. Biz deyirik Əhl-i Beyt nahaqdır. Həşə. Əli də, Əhl-i Beyt də, bütün səhabələr hamısı bizim başımızın tacıdır. Hamısını sevirik. Sadəcə hərəsini öz yerinə qoyuruq. Allahın Allah yeri var. Peyğəmbərin Peyğəmbər yeri var. Səhabənin, Əhl-i Beytin də hərəsinin öz yeri var. İlah ilahdır, bəşər də bəşərdir. Bəşərin nə qədər fəziləti olsa ilahlıqdan payı yoxdur. Allah Teala Quran-ı Kərimdə Kəf surəsinin sonuncu ayəsində buyurur ki, Qul, yəni ey Peyğəmbərim, de, innəmə ənə bəşərun mislukum yuha ileyk. Mən də sizin kimi bir bəşərəm, insanam, məndən sizdə fərq ondadır ki, sadəcə mənə vəhiy gəlir.